Bax, mən burada mən həmişə çalışana qədər əsasən özümdən danışıram. Biz dünənlərin bir çəkilişdəydik. Burada sadəcə vəziyyəti özümə çevirmək istəyirəm. Yəni anlamaq istəyirəm, öz halımı istəyirəm ki, siz məni diaqnoz eləyəsiniz. Biz dünən bir çəkilişdəydik. Çox böyük komanda ilə böyük bir çəkilişə getmişik. Yoldan başlayaraq deyirdilər, artıq xırda-xırda problemlər çıxmağa başlayırdı. Mən dedim ki, narahat olmayın, rahat olun, yaxşıdır, iş əsnasıdır, olandır. Mən bunların hamısına belə gülərəkdən, keçinərəkdən, yola baxaraq, dağa baxaraq, quşa baxaraq, günəşə baxaraq belə reaksiyalar verirdim. Və bir əsas yer var idi ki, biz orada mütləq çəkiliş eləməli idik. Və mənim bütün sistemimdə orada çəkiliş mənim üçün çox vacib idi. Çünki nə bilim orada belə görsənirdi. Və mən gəldim ora, gördüm ki, heç kim yoxdur, hamı oradan çıxıb gedibdi. Mən telefonu götürdüm, zəng elədim. Mənim də yanımda bizim əməkdaşlarımız var idi. İlk dəfə bir başqa sürücü təhkim eləmişlər, o sürücü də məndən idi. Mən sürücünün mənə belə baxdığını görəndə mən başa düşdüm ki, mən artıq səsimi çox yüksəltmişəm. Mən artıq özümdə deyiləm. Mən onun baxışını hiss edəndə ondan sonra belə özümü belə deməyə başladım, yığışdırmağa çalışdım. Mən başa düşə bilmirəm ki, mən yol boyunca çox yaxşı idim, əla idim. Amma birdən mən burada necə 100-ə çatdımsa, mən danışırdım, onlar mənə ümumiyyətlə heç nə deyə bilmədilər. Onlar sadəcə belə baxdılar. Biri güldü, güləndən sonra beynimdə siqnal saldım belə çaynik birdən-birə soyuyur. O belə bir hal verdi. Mən nə üçün belə ani bir saniyənin içində mən belə özümdən çıxdım da belə deyim sizə. O bilirsiniz çox zaman necə olur? Biz məsələn bəzən doğrudan da özümüzü çox aşırı yüklüyürük ki, qoy məsələn ən pozitiv mən olum da, eybi yoxdur, problem olacaq, qoy mən məsələn pozitivliyimi qoruyum. Amma çox pozitivlik də toksiklikdir. Yəni məsələn bir istər-istəməz o biz toplayırıq, sonra birdən-birə nəyi ki biz balansda yaşamırıq ümumiyyətlə. Məsələn, sizə orada bir problem çıxıb tutaq ki də, istər-istəməz ətrafdakıların o reaksiyaları və s. siz bildirməsəz belə sizə təsir edir də daxildə, düzdür? Yəni istər-istəməz çox daxildə. Toplayırsınız az. Münasibətlərdə də belədir. Yəni danışmırıq. Sonra elə dəxlisiz bir yerdə biz bir partlayış yaşayırıq ki, və heç kim də bizə orada haqq vermir. Hamı deyir ki, yəni nə var ki burada? Sən niyə partladın ki bu dəqiqə? Başa düşmür bizi. Ona görə də mən həmişə deyirəm ki, anında reaksiya daha gözəldir. Yəni siz orada bir şey yaşadınız. Məsəl üçün görürsüz ki, insanlar sizin modunuzu saldı da, yəni və yaxud da ki, görürsüz ki, hamı şikayət edir də. Yəni siz orada artıq özünüzü orada ifadə belə etməlisiniz ki, tutaq ki deyirəm. İndi olan işdir, amma mən də məsələn siz danışırsınız, mən də stresə girirəm bu dəqiqə. Yəni orada hər şeyi özünə çəkmək yerinə bunun bir balaca enerjisel tərəfi də var ki, məsələn biz özümüzə çəkirik onu və artıq bir yerdən sonra bədənimiz necə deyirlər, davam gətirmir və o məndən çıxmalıdır bir şəkildə, baxın.